İsrail gece boyu İran'ı bombardıman edib. Bu barədə sosial medyada görüntülər yayılıb. یا خدا آسمونو İran Bəhreyndə hündür mərtəbəli yaşayış binasına şahid pilotsuz uçuş aparatı ilə zərbə endirib. Ölən və yaralıların olduğu qeyd olunur. İran tam miqyaslı müharibəyə başlayır. Bunu İran Aerokosmik Qüvvələri komandanı Məcid Musəvi deyib. O bildirib ki, Sepah yalnız təxminən 1 ton ağırlığında başlıqları olan ağır raketləri atacaq ki, bu da bunkeri və ya bütün şəhər blokunu məhv edə bilər. Musəvinin sözlərinə görə hücumların diapazonu, intensivliyi və müddəti də artacaq. İrana qarşı həyata keçirilən bombardımanlar nəticəsində 29 xəstəxana, 41 tibb məntəqəsi və 18 təcili tibb yardım bazası ciddi zədələnib. Bu barədə İranın Fövqəladə Hallar İdarəsinin nümayəndəsi məlumat yayıb. Qurum rəsmisi həmçinin qeyd edib ki, hücumlar nəticəsində həlak olan qadınların sayı 200-ə çatıb. Onun sözlərinə görə, bombardımanlar zamanı həyatını itirən ən yaşlı qadının 88 yaşı olub. İsrail İranın hərbi infrastrukturunu hədəf almağa davam edir. Çaxal İranın raket buraxılış qurğularına və hava hücumundan müdafiə vasitələrinə zərbələrin görüntülərini yayıb. Əgər İran Hörmüz boğazından neft axınının önünü almaq üçün bir şey etsə, ABŞ ona indiyə qədər endirdiyi bütün zərbələrdən 20 dəfə daha güclü zərbə endirəcək. Bu barədə ABŞ prezidenti Donald Trump deyib. Bundan əlavə, biz həssas hədəfləri məhv edəcəyik və bununla da İranın bir dövlət kimi özünü yenidən qurmasını faktiki olaraq qeyri-mümkün edəcəyik. Ölüm, od və qəzəb onlara göndəriləcək. Amma ümid edirəm və dua edirəm ki, bu baş verməsin. O, bunun ABŞ-nin Çinə və Hörmüz boğazından əhəmiyyətli dərəcədə istifadə edən bütün ölkələrə hədiyyə olacağını qeyd edib. Ümid edirəm ki, bu jest təqdir olunacaq. Ukrayna-Rusiya ABŞ üçtərəfli danışıqların növbəti mərhələsi bu həftə planlaşdırıldı, lakin görüş ABŞ-nin təklifi ilə təxirə salınıb. Bu barədə Ukrayna prezidenti Vladimir Zelenski deyib. Hazırda tərəfdaşlarımızın prioriteti və bütün diqqəti İran ətrafındakı vəziyyətə yönəlib və buna görə də Amerika tərəfinin təklifi ilə bu həftə planlaşdırılan görüş təxirə salınıb. Moskva dəfələrlə yaxın şərqdə vəziyyətin qəsdən qeyri-sabitləşdirilməsi cəhdlərinin qlobal enerji bazarlarına mənfi təsir göstərəcəyi barədə xəbərdarlıq edib. Bunu Rusiya prezidenti Vladimir Putin deyib. Onun sözlərinə görə, regionda gərginliyin artması nəticədə dünya bazarında neft və qaz qiymətlərinin daha da yüksəlməsinə səbəb ola bilər. Putin qeyd edib ki, Rusiya mövcud vəziyyətə baxmayaraq enerji bazarında etibarlı tərəfdaş kimi qalmaq niyyətindədir. Biz etibarlı alıcı olan ölkələrə neft və qaz tədarük etməyə davam edəcəyik. Türkiyə Nazirlər Kabineti İrandakı vəziyyət, sərhəd təhlükəsizliyi kimi məsələləri müzakirə edib. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyip Erdoğan Nazirlər Kabinetinin martın 9-da keçirilən toplantısından sonra deyib. Hərbi toqquşmaların uzanması, daha geniş ərazilərə yayılması zamanı müxtəlif ssenariləri təhlil etdik, deyən Erdoğan qeyd edib ki, Türkiyənin İran ətrafındakı böhrana cəlb olunmasının önünü almaq üçün bütün Türkiyə dövlət qurumları yüksək hazırlıq vəziyyətindədir. Erdoğan qeyd edib ki, Türkiyə İrana ərazisindən raket hücumları ilə bağlı xəbərdarlıq edib.